Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün həm faydalı, həm də çox gözəl olan ləzzətli bir soyuq mürəbbə, yəni haluc əzməsi hazırlayacağam. Yəqin ki, bu meyvəni çox gözəl tanıyırsınız. Artıq səhifəmdə çox paylaşmışam. Həm mürəbbəsini, həm sokunu, həm turşusunu. Bugün isə balda, yəni əzməsini hazırlayacağam. Əvvəlcə halucu bu şəkildə hər iki tərəfini kəsib götürürəm. Mütləq bunları kəsmək lazımdır ki, bizim hazırladığımız əzmə, yəni rəngi gözəl alınsın. Başında olan o tac, tüklər bizim hazırladığımız əzmənin həm dadını, həm də görüntüsünü poza bilər. Ona görə də təmizləyirik. Təmizlədikdən sonra axar suyun altında gördüyünüz kimi tərtəmiz suyu çıxana qədər yumaq lazımdır. Yuduqdan sonra aş süzənə yığıram. Haluc meyvəsi yabani halda dağlıq rayonlarında, dağətəyi yerlərdə bitən bir meyvədir. Çox faydalı, çox xeyirli, həm də çox ləzzətli bir meyvədir. Bəzi insanlar bunu yemişan deyə adlandırır. Xeyr, bu yemişan deyil, bu haluc meyvəsidir. Yemişan qırmızı, biraz da kiçik ölçüdə olur. Meyvəni yuduqdan sonra aş süzənə tökürəm. Suyu tam süzdükdən sonra mətbəx süfrəsinin üzərinə sərib 2 gün bu vəziyyətdə həm quruması, həm də biraz yetişməsi üçün gözləyirəm, yəni saxlayıram. Sonra dərin bir qabın içərisinə töküb əlimlə bu vəziyyətdə əzirəm. Düzdür, biraz əziyyətlidir, ancaq bilirsiniz ki, soyuq mürəbbiyə su dəyməməlidir. Bu vəziyyətdə tam əzilənə qədər əlimlə belə bu vəziyyətdə əzərək təmiz əzirəm. İndi isə bunu əvvəlcə belə bir aş süzəndən keçirirəm. Bundan keçirmək daha asan olur. Çünki birdən-birə aş süzənə töksəm, oradan çıxmaz. Görürsünüz, əzilliyi də bu şəkildədir. Həm də çox çətin halda çıxır. Tökürəm belə, baxın, düzdür. Elə bir 4-5 kilodan ancaq 2 kilo ya 1 kilo belə mət çıxarda bilirəm. Artıq aş süzəndən keçirmişəm, hazırdır. Bu aş süzəndən keçirdiyim üçün içərisində biraz mət qalır. Onu da yenə də başqa bir gözü kiçik olan aş süzəndən keçirirəm. Gördüyünüz kimi belə gözəl bir məti alınıb. İndi üzərinə bal əlavə edirəm. Bal zövqə görədir. Məsələn, burada məndə 1 kiloqram mət alındı. Mətin üzərinə hardasa əvvəlcə 200 qram bal əlavə edirəm. Yəni, 1 stəkan bal əlavə edirəm. Balı əlavə etdikdən sonra qarışdırıram. Əgər şirəsi, yəni şirnisi az olarsa baxıram, daha sonra bir yarım stəkan da əlavə edirəm. Qarışdırıram. Bunu 3 gün qarışdırmaq lazımdır. 3 gün ərzində 5 dəqiqədən bir qarışdırmaq lazımdır ki, balla haluc meyvəsi bir-birinə qarışsın. Balla qarışdırdıqdan sonra ətrafa çox gözəl bir qoxu yayılır. Çox görüntüsü buradan bilirsiniz, bu biraz jeli buraxan meyvədir. Ona görə də çəkdikdən sonra rəngi elə bir ki, pavella, bir növ halvaya da oxşuyur kənardan baxanda. Daha sonra tam qarışması üçün bir daha blenderlə də əzirəm, blenderdən də keçirirəm. Blenderdən keçirirəm ki, içərisində bir damcı da olsun, düyün qalmasın, yəni tam həll olsun, balla qarışsın. Artıq blenderlə də keçirmişəm, hazırdır. Kənara qoyuram və tez-tez 2 gün ərzində tez-tez 5 dəqiqədən bir qarışdırıram. Çox gözəl, çox ləzzətli, çox faydalı bir əzmə alındı. Sizlər də hazırlayın.
Bu əzməni, yəni şəkər xəstəsi, bu meyvə şəkər xəstəliyinin dərmanıdır. Ona görə də bu meyvəni, yəni şəkərlə yox, balla qarışdırıb, yəni balla əvəz etsək daha ləzzətli, daha xeyirli, daha faydalı olar. Mən də balla qarışdırdım. Ancaq bunu hazırlayandan sonra mütləq soyuducuda saxlayın. Soyuducuda saxlayın ki, kənarda qalmasın. Onsuz da bilirik ki, soyuq meyvələri soyuducuda saxlamaq lazımdır. Yəni o bişmədiyi üçün biz bunu mütləq soyuducuda saxlamalıyıq. Hanuç meyvəsi həm şəkərin, həm də təzyiqin dərmanıdır. Ona görə də çalışın, bu meyvəni tapın. Bu meyvədən hazırladığım həm sokunu, həm əzməsini, həm də turşusunu hazırlayıb mütləq istifadə edin. Sonda həm görüntüsü, həm ləzzəti çox-çox gözəl olan halunç əzməmiz hazırdır.